El-Qiyamə, Qiyamət surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. La uqsimu biyevmil qiyamah. And içirəm qiyamət gününə. Və la uqsimu bin nefsil lawwamah. And içirəm peşmançılıq çəkən nəfsə. Əyəhsəbul insanu ən lən necma'a izamah. İnsan elə düşünür ki, biz onun sümüklərini yığa bilməyəcəyik. Ələ qadirin alə ən nusavviyə bənənəh. Mütləq yığacağıq. Biz onun barmaq uclarını bərpa etməyə qadirik. Bəl yuridul insanu liyefcura əməməh. Lakin insan bundan sonra da günah etmək fikrindədir. Yəsəlu əyyənə yevmul qiyamah. O, qiyamət günü nə vaxt olacaq deyə rişxəndlə soruşur. Fəidə bəriqəl basar. Gözlər bərələ qalacağı, Və xəsəfəl qamar. ay tutulacağı Və cümi'əş şəmsu vəl qamar. və günəşlə ayın qovuşacağı zaman Yəqulul insanu yevməidin əynəl məfər. o gün insan deyəcəkdir: hara qaçaq? Kəllə lə vəzər. Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. İlə rabbikə yevməidinil müstəqar. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. Tunəbbəul insanu yevməidin bimə qaddəmə və əxxar. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir. Bəlil insanu alə nəfsihi basirəh. Əslində insan öz əleyhinə şahidlik edəcəkdir. Vələv əlqa mə'adirəh. Üzürlü olub olmadığı bütün halları ortaya qoysa da. La tuharrik bihi lisanəkə lita'cələ bih. Cəbrail sənə Qur'anı nazil etdikdə, onu tələmtələsi yadda saxlamaq üçün dilini tərpətmə. İnnə aleynə cəm'əhu və Qur'anəh. Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması bizə aiddir. Əidə qara'nəhu fəttəbi' Qur'anəh. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Thumma inna aleynə bəyanəh.